Mürəkkəb refleks qövsündən danışıb bəzi nüansları aydınlaşdıracağıq. Mürəkkəb refleks qövsü 5 hissədən ibarətdir. Deməli, birinci reseptorlar, ikinci hissi yol, 3 mərkəz, 4 hərəkə yol, 5 isə işçi orqan. İlkin olaraq hissi yol dediyimiz üçün hissi neyronla başlayır. Hissi neyronun dendritləri burada reseptorlarla, cismi düyünlərdə, aksonu isə mərkəzə impulsu gətirir. Mərkəz nədən ibarətdir? Mərkəz ağ və boz maddədən ibarətdir. Boz maddə, baxın, bu daxildir. Boz maddənin içərisində nə var? Ara neyron bütünlüklə mərkəzdən çıxmır. Hərəki neyron isə diqqətlə baxsaz, dendriti və cismi boz maddənin içərisindədir. Demək, boz maddədə ara neyron bütünlüklə, hərəkin isə dendriti və cismi. Ağ maddə nədən ibarətdir? Baxın, hissi neyronun aksonu gəlir ağ maddəyə, həmçində hərəkinin aksonu ağ maddədədir. Sonra deyəcəksiniz ki, burada ön kök və arxa kök. Deyəcəksiniz ki, ön kök hərəki neyronların aksonları, arxa kök hissi neyronların aksonları. Bax, bura öndür, bizim önümüzdür. Öndə nədir? Hərəki neyron aksonları. Arxa kökdə isə hissi neyronların aksonları. Sonra deyirsiniz ki, onurğa belindən çıxan sinirlərin hamısı qarışıq sinirlərdir. Özünüz də diqqətlə baxsaz, buradan çıxan sinirlərin içərisində həm hissinin, həm hərəkinin aksonları ikisi olduğu üçün qarışıq sinirlər adlandırılacaq. Mərkəzdə isə ola bilər ara neyron bütünlüklə, hərəki neyronun dendriti və cismi, hissi neyronsa aksonu mərkəzdə ola bilər, hərəkin də aksonu mərkəzin ağ maddəsində ola bilər. Bu qədər.